Bir gün Peygamber sallallahu aleyhi ve aleyh Hazreti Ali aleyhisselama deyir ki, ya Ali, sana 6.000 koyun hediye edim, ya 600.000 koyun, ya 600.000 dinar, ya 600.000 söz hediye edim. Ali aleyhisselam cevap verir, ya Resulallah, mənə 600.000 söz hediye et. Peygamber sallallahu aleyhi ve aleyh buyurur, ya Ali, həmin o 600.000 sözü mən 6 kəlmədə, 6 cümlədə xülasələşdirib sənə deyirəm. Moizə edən kimdir? Peygamber. Eşidən kimdir? Peygamberin ən əzəmətli şagirdi, tələbəsi Əmirül Müminin Ali aleyhisselam. Görün Peygamber bu cümlelerde, 6 cümlede Ali aleyhisselama ne deyir? Deyir, ya Ali, İza ra'aytən nas yeştəğilûne bil fəzail, fəştəğil əntə bi itmamil fəraiz. Əlican, görsən ki, cemaat fəzilətlərin, müstəhəblərin edilməsi gözəl olan, amma vacib olmayan əməllərin dalıca qaçır. Sən bütün fikrivi yönəlt vacibləri tamamlamağa. Vaciblərin tamamlanması, edilməsi müstəhəb, bəyənilən, amma vacib olmayan əməldən qat-qat üstüdür. Vacibi yerinə yetirmək daha vacibdir. Ən vacibidir. Bəzən görürsən ki, insanlar müstəhəb işlərə baş qoşur, amma vacib işlər onların zehnindən qaçır. Məsələn, tutaq ki, dostla oturmaq müstəhəbbidir. Amma dostla oturmaq müstəhəbbidir. Doğrudur. Dosta süfrə vermək, taam vermək, ikram etmək müstəhəbbidir. Lakin namaz vacibdir. Müstəhəbbə görə mümkün olan qədər gərək namazı təxirə salmayasan. Peygamber sallallahu aleyhi ve aleyh buyurub namaz, Ali aleyhisselam deyib namaz, bütün imamlar, İmam Zaman aleyhisselam deyib namaz, namazı vaxtında qılmaq. Bir gün Əbu Bəsir Mədinədən çıxmışdı. İmam Sadiq aleyhisselam dünyasını dəyişmişdi həmin dövrdə. Əbu Bəsir Mədinəyə qayıtdı, gəldi Ümmü Həbibə Rizvanullah Teala aleyhin huzuruna, dedi, Bibican, mən ağam şəhadətə yetəndə Mədinədə deyildim. Ağanın son sifarişləri, son sözləri nə olub, xəbərim yoxdur. Mənə deyə bilərsənmi? Bibi Ümmü Həbibə cavab verdi. Əbu Bəsir, İmam Sadiq aleyhisselamın son günləri idi. Həzrət qohum-əqrabasını yığmışdı öz başına. Onlara bir söz dedi. Dedi ki, ey mənim qohumlarım, siz bizdənsiniz, yəni Əhl-i Beytdənsiniz. Lakin biz Əhl-i Beytin şəfaəti namazı yüngül tutanlara şamil olmayacaqdır. Zöhr namazının vaxtı daxil oldusa, əgər sənin üzürlü səbəbin varsa, tutaq ki, paltarın təmiz deyil və yaxud, məsələn, bir narahatçılığın var, qripsən və yaxud başın ağrıyır, səcdəyə gedə bilmirsən, gözləyirsən ki, halın düzəlsin və yaxud, məsələn, boynunda tutaq ki, quslu var insanın, ya hər hansı bir səbəbə görə, ya paltarında nəsə bir xələl var filan, buna görə namazını gecikdirir. Tamam, bu üzürlü səbəbdir. Allah bunu qəbul eləyir. Lakin heç bir üzürlü səbəb olmadan günorta namazını saat 5'də qılmaq, bu namazı yüngül tutmaqdır.
namazı yüngül tutmaq haramdır. Doğrudur, zöhr namazının vaxtı günorta saat tutaq ki saat 1-dən, axşam saat məsələn 7-nin yarısınadır. Daha mənası bu demək deyil ki, sən ürəyin istəsə, heç bir üzürlü səbəb olmadan sən namazı saat 5-də, 6-da, 7-yə 20 dəqiqə işləmiş qılasan. Və yaxud heç bir üzürlü səbəb olmadan işə namazını saxlayasan, gecə saat 12-yə qalmış qılasan. Üzürlü səbəb varsa, təbii məqbuldur, qəbul olunur. Söhbət üzürsüzdən gedir. Üzürsüz səbəbə namazı əvvəl vaxtdan təxirə salmaq haramdır. Haramdır, günahdır. İstixfaf bis səlahdır, yəni namazı yüngül saymaqdır. Həzrət buyurdu ki, bizim şəfaətimiz namazı yüngül tutana yetməz. Əmirül Müminin əleyhissalam bir mübarək hədisdə belə deyir. İxtəbiru şiəti bi xusləteyn. Mənim şiələrimi iki xislətlə imtihan edin. Fəin kanətə fihim fəhum şiəti. Əgər bu iki xüsusiyyət onlarda varsa, o mənim şiəmdir. Ola bilər ki, bir insan gəlir İmam Hüseyin rozasında ağlayır. Gəlir bir insan, fərz eləyək, nə bilim, insanlara hörmət etməkdə, ikram etməkdə canı başdan çalışır. Lakin bu məsələ, bu xüsusiyyətlər yetərmi ki, bir insan özünü Əmirül Müminin şiəsi hesab eləsin, Əli şiəsi özünə desin? Əli əleyhissalam deyir ki, xeyr, yetmir. Baxın, görün, iki xüsusiyyət onda varsa, o mənim şiəmdir. Əgər o xüsusiyyət yoxdursa, onda fəhum leysu min şiəti. Onlar mənim şiələrimdən deyil. Soruşdular, ya Əmirəl Müminin, hansı iki xüsusiyyətdir? Həzrət buyurdu, muhafizətuhum əla ovqatis sələvat. Birincisi, namazın vaxtlarına diqqətli yanaşmaları və ikincisi və muvasatuhum mə ixvanihimil müminin bil mal. İkincisi, mal dövlətdə gör o insanlar öz mömin qardaşlarına əl uzadırlar, ya yalnız mən yeməliyəm, mən qazanıram, mənimdir, hər şey mənimdir, hər kəsi özündən uzaq saxlayır. Nabada o insan məndən bir şey istəyən, auzubillah. Həzrət buyurur ki, və in ləm təkuna fihim. Əgər bu iki xüsusiyyət, yəni dünya malında və namaz vaxtlarında diqqətli deyilsə, fə'uzub, sümmə uzub, sümmə uzub. Uzaq durun. Bir daha uzaq durun, bir daha uzaq durun. Həzrət 3 dəfə təkid elədi ki, onlar bizim şiələrimizdən deyirlər. Ya Ali, birincisi budur ki, cəmaat fəzilətlərlə məşğul olduğu halda sən vaciblərini daha çox yerinə yetir. Bu birinci xüsusiyyət. İkincisi, və izə rəəytən nas yəştəğilunə bi'əməlid dünya fəştəğil əntə bi'əməlil axirə. Ya Ali, əgər görsən ki, insanlar dünya əməli ilə məşğuldur, sən axirət əməli ilə məşğul ol. Dünya əməli ilə məşğul olmaq nə deməkdir? Dünya əməli ilə məşğul olmaq, dünyanı dünya üçün istəməkdir. Dünyanı dünya üçün istəmək bəyənilməyəndir. Bir insan dünyasını axirətinə vəsilə qərar verə, bu dünya əməli deyil, bu axirət əməlidir. Məsələn, sən pul qazanırsan, öz ailəvin abırsını, namusunu qorumaqdan ötürü, öz ailəvin ehtiyaclarını ödəməkdən ötürü. Sən pul qazanırsan, Allah yolunda artığından xərcləyəsən.
Sən pul qazanırsan, xeyirxah işlər görəsən. Bu dünyadır, axirətdir. Axirətdir. Dünyanı dünya üçün sevmək dünyadır. Və belə bir dünya, belə bir sevgi bütün xətaların başıdır. Rə'su kulli xəti'ə, hubbud dünya rə'su kulli xəti'ətin. Bütün xətaların başı dünya sevgisidir. Yəni dünyanı dünya üçün sevməkdir. Dünyanı axirət üçün istəmək, tələb etmək Allahın bəyəndiyi bir xüsusiyyətdir. Elə ona görədir ki, hədis-i şəriflərdə qeyd olunub, ailə yolunda xərclənən 1 manat Allah yolunda xərclənən 1 manatdan daha üstündür. La ilahe illallah. Fəştəğil əntə bi'əməlil axirə. Və izə rəəytən nas yəştəğilunə bi'uyubin nas. Fəştəğil əntə bi'uyubi nəfsik. Üçüncüsü, biraz özüvə dön. Biraz öz halıva döngünən. Ya Əli, görsən ki, cəmaat başqalarının eybləri ilə məşğuldur, sən öz eyblərindən məşğul ol. Yəni, gözün cəmaatın üstündən olmaqdan daha çox özünü düzəltməyə çalış. Nəinki cəmaatın eybini axtargın, ki, filan kəs görüm nə işdir, filan kəsdə hansı eyb var, filan kəsdə hansı nöqsan var. Bir dəfə Həzrəti Musa aleyhisselam münacatda Allaha xitab elədi. Dedi, ya Rəbbim, ey mənim Rəbbim, Misirdə bir kişi var, yaxşı pulu var, imkanatı genişdir, sağlamlığı da var, tamamilə dinsiz adamdır, heç dini yoxdur. Bir dəfə olsun heç başı belə ağramır. Yəni, dünya tamamilə bu kişiyə üz gətirib, amma o tamamilə səndən üz döndərib. Bu necə olur, ya Rəbbim? Allah Teala buyurdu ki, ya Musa, mən o şəxsi hələ bu dünyada elə bir əzaba düçar etmişəm ki, heç kəsi onun qədər əzaba düçar etməmişəm. Soruşdu, ya Rəbbim, heç onun başı ağramır. Onun hansı əzaba düçar eləmisən? Buyurdu ki, Musa, mən onun özünü onun yadından çıxartmışam. Bir insanın özünü onun yadından çıxartsam, heç zaman o məni yadına sala bilməz. Vay o vaxtdan ki, bir insan özünü unuda. Özünü unutmaq bilirsiniz nə deməkdir? Yəni, hardan gəlmişəm, hardayam, hara gedəcəm? Əzizlər, hər bir varlığın bu 3 sualın cavabın onun üçün zəruridir. O adam ki, o insan ki, bir bunu dərk eləyib, mən hardan gəlmişəm, nə üçün yaranmışam, nə üçün varam və sonum hara gedəcək? Bunu bilsə bir insan, o həqiqəti tapıb. Yoxsa ki, bir insan bunu tapmayıb, bunu dərk eləmir. Yüzlərlə qapısında maşın var. 5 dənə VIP təyyarə ilə ora-bura uçur. Milyardlarla pulu var. Ən bahalı xəstəxanalarda da müalicə alır. Bu insan dünyanın ən bədbəxt adamıdır. Əgər özünü unuda, öz kimliyini unuda, nə üçün var olduğunu unuda, hardan gəlib hara gedəcəyini unuda. İnsanın özünü unutması, onun çalarlarından, onun surətlərindən biri də insanın öz eybləri ilə məşğul olmayıb, başqalarının eyblərinə məşğul olmasıdır. Başqalarının eyblərinə məşğul olmaq insanın özünün yaddaşından çıxarır.
özünün yaddaşından çıxarılması get-gedə səbəb olacaq ki, insanın Allaha olan bağlılığı zəifləmiş olacaqdır. Ona görə çox önəmlidir. Zahirdə bizə bir əxlaq kimi gələ bilir insanın öz eybləri ilə məşğul olması. Amma əslində onda çox böyük bir hikmət yatır. Ya Əli, görsən ki, cəmaat başqalarının eybləri ilə məşğuldur, sən öz eyblərindən məşğul ol. Dördüncüsü, وَإِذَا رَأَيْتَ النَّاسِ يَشْتَغِلُونَ بِتَزْيِينِ الدُّنْيَا فَاشْتَغِلْ أَنْتَ بِتَزْيِينِ الْآخِرَةِ. Ya Ali, əgər görsən ki, cəmaat dünyaya zinət vurmaqla məşğuldur, sən öz axirətivə zinət vurmaqla məşğul ol. Dünyaya zinət vurmaq, bir var ehtiyaclar, bir də var ehtiyacdan kənar sənin zövq alacağın xüsusi zinətlər, dünya zinətləri. Bu zinət elə bir şeydir ki, doğrudur, dünya zinətləri insan beynində dopamin hormonunun ifraz olunmasını şərtləndirir. İnsan nə qədər çox zinət görəndə beyindən dopamin hormonu, hansı ki o xoşbəxtlik hormonlarından biridir, ifraz olur, nəticədə insan xoşhal olur. Lakin dopamin ən üstün xoşbəxtlik hormonu olan serotonin hormonunun ifrazatını azaldır. Serotonin hormonu haçan ifraz olur? O zaman ki, insan dəyərlərə bağlı olur. Və insan bir yerə söykənmiş olur. Qalıcı bir varlığa söykənmiş olur. Bu zaman serotonin çox ifraz olur. Maraqlıdır ki, dopamin serotonin ifrazının qarşısını alır. Ona görə də bizim hədislərimizdə də, Quranda da təkid edilib ki, insan dünya zinətinə çox bağlanma. Nə qədər dünya zinətinə çox bağlansan, o miqdar xoşbəxtliyin azalacaqdır. Sən həqiqi xoşbəxt olmaq axtarışındasansa, sən qalıcıya, sən daimiyə, sən əzəliyə və dəyərlərə arxalan. Dəyərlərə bağlan. Nəinki gedər gələr zahiri zinətlərə. Ya Əli, cəmaat dünya zinətinə bağlananda sən axirət zinətinə bağlan. Və beşincisi, وَإِذَا رَأَيْتَ النَّاسِ يَشْتَغِلُونَ بِكَسْرَةِ الْعَمَلِ فَاشْتَغِلْ أَنْتَ بِسَفَّةِ الْعَمَلِ. Ya Ali, cəmaat çox iş görməyə, işin miqdarının çoxalmasına, əməlin miqdarının çoxalmasına diqqət etdiyi zaman sən əməlin paklığına diqqət elə. Əməlin xalisliyinə çox diqqət elə. Çox namaz qılmağa ehtiyac yoxdur, amma xalis namaz qılmağa ehtiyac var. Çox sədəqə, ikram etməyə ehtiyac yoxdur, amma ikramı gərək xalis niyyətlə edəsən. Ümumiyyətlə, heç bir şeyi iki üzlü gərək etməyəsən. Sənin qəlbin o qədər aram olmalıdır ki, o qədər saf olmalıdır ki, bir insanla görüşəndə, kimliyindən asılı olmayaraq, o qədər özünü aram hiss eləməlisən ki, onun yanında özünü fərqli hiss eləməyəsən. Sən bir işin içindəsənsə, o qədər özünü aram hiss eləməlisən ki, sənin niyyətindən paklıq yağsın. Niyyətindən murdarlıq, xarablıq yağmasın. O xarablığı, o murdarlığı insanlar da sezir, Allah da sezir. Sən nəsənsə osan, sənin nə bacarığın varsa, sən osan. Ondan artıq sən öz bacardığını görsətkinə.
Bacarmadığın işdə sən bacarmadığın işə baş qoşma və işində səmimi ol, pak ol, niyyətində dürüst ol. Allah da bərəkət verəcəkdir. Əli əleyhissalam həmin o saf niyyətin, saf əməlin rəmzidir. Paklığın rəmzidir. Leylətül Hərir, Hərir gecəsi Əli əleyhissalamın qoşunu ilə Muaviyyənin qoşunu üz-üzə gəlib. Qılınclar elə göydə oynayır ki, sanki dağ uçur gəlir. Çox qanlı bir gecədir həmin gecə. Cəmaət deyir ki, biz Əli əleyhissalamı qorumalıyıq. Axtarırlar ki, Əli əleyhissalam bu döyüşçülərin içərisində hardadır? Harda vuruşur? Tapa bilmirdilər. Dedilər, gəlin Allahu Əkbər sədasına qulaq asaq. Görək, hardan Allahu Əkbər sədası gəlir, ora gedək. Çünki Əli əleyhissalam hər kafiri yerə sərəndə Allahu Əkbər deyir. Hətta burada bir söz də var. Deyirlər, Əli əleyhissalam həmin gecə 536 Allahu Əkbər dedi. Yəni 536 kafiri yerə sərdi. Malikəşlər dedi, ya Əmirəl-Müminin, mən də təqribən ona yaxın qədər kafiri yerə sərmişəm. Həzrət buyurdu ki, bəli, ola bilər Malik, amma sənlə mənim bir fərqim var. Dedi, nədir o fərq, ya Əmirəl-Müminin? Dedi, sən ucdan tutma, kimsənin qabağına çıxıb kafir. Sən onu yerə sərmisən, amma mən baxmışam, onun nəslindən gələcəkdə bir mömin belə çıxmayacaq adamları yerə sərmişəm. Mənlə sənin fərqin bundadır. Həmin gecə bir şəxs gəldi Əmirül-Müminin qabağına və qılınc çəkdi Həzrətin üzünə. Həzrət öz qılıncı ilə onun qılıncını saldı yerə. Yerə salanda bu şəxs duruxdu, qaldı. Amma fikirləşdi ki, Əli cömərd adamdır. Əlində qılınc olmayan adama qılınc çəkməz. Fikirləşdi ki, üzünü çevirsin o tərəfə, qışqırsın ki, mənə qılınc göndərin. Əli əleyhissalam öz qılıncını çıxartdı, verdi buna. Buyur. Bu şəxs o dərəcədə heyrətləndi ki, yazırlar, tarix yazır ki, həmin şəxs atdan yerə düşdü, dizin süründü, gəldi Əli əleyhissalamın qabağına. Dedi, ya Əmirəl-Müminin, sənə fəda olum. Mən sənin kimi bir cömərd, bir kişiyə mən qılınc çalmağa gəlmişəm. Mən nə qədər bədbəxt adam imişəm. Siz təsəvvür eləyirsinizmi? Bir insan həmin anda öz qılıncını, özü qılıncsız qala qılıncını verə qarşı insana. Əli belə bir şəxsiyyətdir. Deyir ki, çox əməldən çox, əməlin paklığına, saflığına diqqət yetirin. Saf olun. Sevgidə də saf olun. Pak olun. Allah bizim qəlbimizi Əmirül-Müminin sevgisi ilə doldursun inşallah. Bir qoca kişi var idi, çox Əliyə aşiq idi. Vaxt çox uzundur. Mən gördüm ki, artıq çox gedib, məcburam, moizəmi qısaldıram. Çox da sizi yormayayım. Bir qoca kişi var idi, yaşlanmışdı, beli bükülmüşdü. Amma qaça-qaça gəldi Həzrətin huzuruna, Əli əleyhissalamın huzuruna. Dedi, ya Əmirəl-Müminin, gəldim sənin huzuruna. Buyurdu ki, ağsaqqal, belim bükülüb. Dedi ki, ya Əmirəl-Müminin, sizin yolunuzda bükülüb. Dedi, amma cəld də qaça-qaça gəldin. Dedi ki, sizə xidmətdə qaçdım. Dedi ki, amma görürəm ki, ömrümə hələ biraz qalıb. Dedi, ya Əli, o ömrüm də sizə fəda olsun.
Bütün ömrümü sizə xidmətdə sərf etmişəm. Sizin qabağınızda qaça-qaça gəlirəm. Qalan ömrüm də sizə fəda olsun. Mən bu rivayəti oxuyanda çox dua elədim Allaha. Dedim, ilahi, bizə Əhl-i Beyt əleyhimussalamı, bizə Əli əleyhissalamı o dərəcədə tanıtdır inan ki, biz keçmişimizdə, indikimizdə, gələcəyimizdə, bax o məhəbbətlə, o xidmətlə keçsin inşallah. Elə bizə tanıtdır. Həqiqətən. Ya Ali, cəmaat əməlin çoxluğuna diqqət etdiyi zaman, sən əməlin saflığına diqqət elə. Və altıncısı, sonuncu söz. Və izə rəəytən nas yətəvəssəlunə bil-xəlq fətəvəssəl əntə bil-xalik. Başa düşdünüz yəqin, ərəbcədə olsa. Ya Ali, cəmaat xəlqə təvəssül edəndə, yaranmışlara təvəssül edəndə, sən xaliqivə təvəssül elə. Sən Allah'a bağlan. Cəmaat, cəmaata ümid bəsləyəndə, sən kimə ümid bəslə? Allah'a ümid bəslə. Allahına ümid bəsləyən həmişə qalibdir. Mümkün deyil ki, Allahına ümid bəsləyənin ümidini Allah qırmış olsun. Allah bizi inşallah Peyğəmbər sallallahu aleyhi və alihin bu mübarək muizəsinə inşallah qulaq asanlardan, əməl edənlərdən və o tövfiqə nail olanlardan qərar versin inşallah.